Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhen nas inna halaknakum min zekarin ve unsa ve cealnakum şuuben ve qabaila lita'arafu inna ekremakum indallahi atqakum innallaha alimun habir. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizlerin her birinizi bu güzel Allah evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane duamız bu cuma gününde ilahi perverdigar-ı alem, cuma gününde olunan ibadet ve itaatlerimizi bizden kabul eyle. Perverdigar-ı alem bu cuma gününde senin kapıva gelen, ellerini senin huzuruna kaldıran her bir bendevi naümid geri kaytarma. Perverdigar-ı alem cuma gününde çok insanlar var, iltimas isteyibler, hacetleri var, özleri için, aileleri için, onları reva kıl. İlahi perverdigar-ı alem gurbette olan kardeşlerimiz, garip olan kardeşlerimiz var, aileleriyle beraber. Onların da iltiması var, duaları var, hazetleri var. Özleri için, dünya ve ahireti için, balaları için. Ya Rabbim Allah, onların da dualarını onlardan kabul eyle. Perverdigar-ı alem, amin diyen dilleri mahşerde lal etme. İlahi perverdigar-ı alem, herkesi ki senin evine her bir formada, her bir şekilde yüreğinden keseni ihsan edirse ya Rabbim Allah, onların ellerini kesme. İlahi həmişə onlara kömək ol yine. İlahi həmişə o cür insanları dünya ve ahiret xoşbəxt qərar ver yine. İlahi ya Rabbim Allah, gelen günlerimizde daha hayırlı bende olmak için ve daha çok sana yakın olmak için bizim her birimize kömək ol yine. Bütün dualarımızın kabulü için Muhammed ve Ali Muhammed salavat eyleyim. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bugünler inşallah bahsimiz multikulturalizm deyəndə, mədəni belə deyəndə, yeni bir adla deyəndə bu cür. Və istər dostluq, istər əhd Allah Teala ilə bağlamaq və əyaqdakı insanların özü ilə bağlamaq və bu multikultural dəyərlər. Yəni multikulturalizm birgə yaşayışdır. Yəni müsəlmanların bir yerde yaşaması, Müslümanların gayri-Müslümanlarla bir yerde yaşaması. Yani bizim Azerbaycanımızda müxtəlif xalqlar yaşayırlar, müxtəlif din, inanç sahibləri yaşayırlar. Onlarla birgə yaşayış. Necə ki sözümün əvvəlində Hucurat surəsinin 13. ayəsində Allah-u Teala Kur'anında buyurur: Ya eyyuhan nas, müraciəti, xitab edir bütün insanlığa. Ey insanlar! İnna halaqnakum min zekarin ve unsa. Biz sizi bir kişi, bir hanım, kadından yarattık. Veyahut da biz sizi bir atadan ve bir anadan yarattık. Sonra buyurur ki inna halaqnakum min zekarin ve unsa ve cealnakum şuuben ve qabaila. Ve sonra sizi tayfalara ve kabilelere, müxtəlif büyük ve kiçik tayfalara ayırdık. Ne için? Lita'arafu, birbirinizi tanıyasınız. Ve sonra buyurur ki yani sizin Allah Teala'nın məqsəd ve amalı odur ki siz xalqlara ve tayfalara bölünəndən sonra kiçik ve büyük, ondan sonra siz birbirinizi tanıyasınız. İnne ekremekum indallah etqakum. Ve baxmayaraq biri ağ rəngdə ola bilər, biri qara rəngdə ola bilər, biri sarımtıl rəngdə ola bilər, biri nə bilim başqa bir rəngdə ola bilər. Və yaxud da dillərimiz müxtəlif olacaq. Azərbaycan dili, Ərəb dili, İngilis dili, Alman dili, digər bütün xalqların dilləri bu cür ola bilərsin.
ayırdık sizi tayfalara, kiçik ve büyük, lita'arafu, birbirinize. Sonra buyurur ki, bunun məqsəd və amalı, İnne akramakum indallah etqakum. Baxmayaraq ki, sizin diliniz müxtəlifdir, rəngləriniz müxtəlifdir, müxtəlif yerlərdə siz yaşayırsınız. Etqakum, aranızda hansı bir insan daha çox təqvalıdırsa, daha çox Allah'a yön alıbsa və Allah yolunda əhdin bağlayıbsa və onunla bu sazişdə birdirsə ki, ilahi, baxmayaraq mənim rəngim qaradır, qırmızıdır, sarıdır, ağdır, amma mənlə sənin aranda olan o əhdi ki bağlamışam, mən o əhddən qeyri, yəni başqa bir yerə yön almaram və yaxud da ki, mən ki dostluğu sənlə bağlamışam ilahi, mən özümə yer üzündə nə qədər nəfəsim gedib və gəlir, mənim olan dostum, həqiqi dostum sənsən və bu dostluğu pozmuramsa və insanlarla sənin buyurduğun şəkildə Qur'ana əsasən Allah'a göndərilməz Qur'an-ı Kərimin əsasında öz həyat tərzimi qururamsa və digər tayfalarla, xalqlarla da ona uyğun yaşayıramsa, multikulturalizm odur. Birgə yaşayış odur. Birgə yaşayışın o dəyər və qiymətin dəyərini bilmək üçün Allah Müteal Qur'anında buyurur. Sonra buyurur ki, İnnəllah xəbirun alim. Və Allah Teala sizin hər bir işinizdən xəbirdir. Yəni xəbərdardır, alimdir, ən çox biləndir. Hazreti Peygamber aleyhissalatu vesselamın güzel bir hadisi var. Buyurur ki Peygamber aleyhissalatu vesselam deyir, ey insanlar, ey Müslümanlar, sizin Ərəb olmağınızda və Ərəbin Əcəmdə, Əcəmin də Ərəbdən heç bir fərqi yoxdur. İlla bir təqva, təqvadan başqa. Siz Ərəb olasınız və yaxud da Əcəm olasınız və yaxud da Əcəm olasınız, Ərəb olasınız, bir-birimizin üzərimizdə heç bir üstünlüyümüz yoxdur. Yəni yaradan Xaliq Peygamber aleyhissalamın dili ilə buyurur ki, mən sizi yaratmışam. Sizin dəyər və qiymətiniz təqvadan başqa bir şey deyildir. İnsan təqvası ilə, əxlaqı ilə, bağladığı əhdi ilə, dostluğu ilə, birgə yaşayışı ilə, bir-birinə hörmətlə, yanaşmaqla yaşayırsa və bir-birinin əqidəsinə, dini inancına və onun elədiklərinə, yəni bütün o gözəlliklərinə əl vurmursa və əl qatmırsa, o zaman birgə yaşayışın mənası ondadır, gözəllik ondadır. İnsan o cür olmalıdır. Həqiqi Allah bəndəsidirsə. Allah Teala hər bir insana həqiqi insan formasını yaşamağın qismət qərar versin inşallah. Muhammed və Ali Muhammed salavat zikr edilir. Bakın, biz əhddən danışdıq. Allah Müteal buyurur ki, və əfu bi əhdillah izə əhəddtum. Ali İmranda buyurur, əhdə ki, Allahla əhd bağlamısan, ona vəfa qıl. O sözə nə ki deyildi, o sözün əhd bağladın Rəbbinlə ki, ilahi mən sənnənəm, sənin Peyğəmbərin nə buyurduysa mən onlanam, onda o əhdi pozmamalısan. Olmaz o əhdi pozmaq. Necə ki, Hazreti Əmir el-Müminin aleyhissalatu vesselam və məsələn Nəhl surəsinin 992-ci ayəsi buyurur, və la təkunu kəlləti nəqəzət əzləha min bə'di quvvəti ənkəsən təttəxizunə əymanakum dəxələ beynəkum ən təkunu ümmətun hiyə ərba min ümmətin. Deyir, o cür olmayın, o yelbeyin xanım kimidir, yaşlı bir xanım kimidir. Əvvəldir o yunu üyütdü, ondan ip düzəltdi, düzəldəndən sonra deyir, onu neynədi? Buraxdı deyir, küləyədir. O cür olmayın, əhdinizdə o cür olmayın. Aleykümselam. Əhd bağladın Rəbbinlə, siz o yelbeyin xanım kimi əvvəl yunu üyütdü, ondan ip düzəltdi, topalandı, hazırdı və ondan sonra onu küləyə buraxdı. Siz də Allahla bağladığınız əhdi müsəlman o cür etməyin. Yəni siz Qədirxumda Əmir el-Müminin Allahın əmri ilə haqq olan Peyğəmbər Əmir el-Müminin xilafətdə, yəni bu mənim vəlimdir məndən sonra, xəlifəmdir məndən sonra, hamınız ona beyət eləyəndən sonra pozdunuz deyir. Sonra buyurur ki,
o cür deyir, o olmayın. Sonra buyurur ki تَتَّخِذُونَ اَيْمَانَكُمْ دَخَلَ بَيْنَكُمْ اَنْ تَكُونَ اُمَّةٌ هِيَ اَرْبَى min ümmetin. Elə ki gördünüz ki başka bir adam daha çok vəzifədədir, daha çok inkişafdadır, daha çok imkanı var. İmkanı olduğu için əhdinizi pozdunuz ve o imkanının yanında oldunuz. Məqsəd burada Allah Müteal biz insanlara beyan etmeyi istiyor ki insanın değer ve kıymeti onun imkanında değil. Onun varlı olmasında değil. Onun daha belə deyək, yaxşı güzaran keçirməsində değil. İnsanın değer ve kıymeti təqvasındadır. Hatta Hazreti Peygamber aleyhissalatu vesselamın özüne peygamberlik veriləndən sonra zamanədə o yaşayan, Hazreti Peygamberle beraber yaşayan diğer varlı insanlar ne dediler? Allah Teala meğer bizleri görmürdü ki bu yetime. Ay Allah Teala meğer bizleri görmürdü mü ki bu yetime, imkanı olmayana, bu kasıba peygamber təyin etdi. Yani ne demek istəyirlər? Bizim imkanımız da çok, gücümüz de çok, var dövlətimiz de çok, evimiz de çok, her bir şeyi eləyə bilən iktidarda olan insanlarıq. Ne oldu ki dedi Allah Teala bizi görmedi, bize o peygamberliği vermedi ki o peygamberliği o yetime verdi. Allah Müteala buyurur Kur'an'ında, diyor ki yok, sizin varınız, dövlətiniz, imkanınız, gücünüz, cavanlığınızda əhəmiyyət yoktur. Əhəmiyyət o zaman tapır ki sen Allah'lansın. Düzdür mü? Bir zaman ki Qədirxumda əhd bağladılar insanlar, zamanənin o müsəlmanları, çok hələ üzündən keçməmiş, gördülər ki, daha Mədinəyə çatandan sonra imkanı daha çox olana gedib beyət etdilər. Görün, Allah əhdini necə pozdular. Nə üçün? Bu dünya üçün. Bu bir. Həzrəti Əmir əl-Müminindən sonra İmam Həsənlə Muaviyyənin, lənətullah Muaviyyənin arasında 5 bənddən ibarət nə vardı? Müqavilə vardı. Onun müqavilənin birincisi ondan ibarət idi ki, yazıldı ki oradakı bəs həqiqətən də Muaviyyə özündən sonra ixtiyarı yoxdur ki, oğlunu xəlifə təyin etsin. Bilavasitə o pozuldu. Əhd bağlanmışdıq. Müqavilə bağlanmışdıq. Deyir, bu cür olmayın. Ona görə buyurur, deyir, bu cür olmayın. Kimin ki imkanı var, sen ilahi değerleri imkanına göre satasan olmaz. Sen Allah'tan gelen Kur'an-ı Kerim'in ayelerini satasan, kime göre ki onun imkanı var, onun varı var, onun dövleti var, o her zaman da bir məskərə ederse senin dinini ve senden istifade eder, sen de onun yanında olasan deyib ben, onun imkanı ve vəzifəsi var deyib ben, her bir Kur'an-ı Kerim'i ayesinin əksine gedəndə sen dinməyəsən, onda sənlə lənətullah Muaviyyə arasında, Yezid arasında fərq nə oldu? İnsan əhdini bağlayarsa Rəbbinə və ona sadiq durarsa, məhz o cür insanlardır Allahın yanında qərar tutan insanlar, Allahın sevdiyi bəndələr, Allahın əzizlədiyi bəndələr. Baxın, biz o birgə yaşayış, o dəyərlərin itməməsi, onun gəlir, sadəcə gedək Kərbalaya. Kərbalada İmam Hüseyin Aleyhisselam'ın yanında Aşura'da kim var? Züheyr ibn Qeyn. Siz çok eşitmişsiniz Züheyr ibn Qeyn'i, düzdür mü? Züheyr ibn Qeyn kim idi əqidə baxımından? Əhl-i Sünnə qardaşlarımızdan biriydi. Ama Kərbalada ne oldu? İmam Hüseyin'le bir yerde oldu. Və yaxud da biraz da Züheyr'dən ayrılaq, gələk Vəhəbin ailəsinin yanına. Ana, Vəhəb və həyat yoldaşı. Əqidə baxımdan kimlər idi bunlar? Məsihi, Hristiyan idilər, düzdürmü? Kimin yanında? İmam Hüseynin yanında. Birgə yaşayışın gözəlliyinə baxın, dəyərinə baxın. O multikultural dəyərlər var ha. Deyirlər, indi hərə bir cür danışır. O cür deyil, bu cürdür. Onun bünövrəsinə Həzrəti Peyğəmbər özü qoyub vaxtında. Hüdeybiyyə sülhündə, ondan sonra Əmir əl-Müminin və ondan sonra İmam Hüseyin Aşurada onu göstərir əməli ilə.
İnsanlıq, mərifət, əhdin yanında olmaq, dostluq necə olmalıdır? Allah dostu ilə necə olmaq lazımdır? Allah, mən səninlə bu cür dostam, sənin dostunla da bu cür dostluq eləyirəm. Bax, əsas budur. İnsanın ayağı sürüşməsin. Ne zaman insanın ayağı sürüşür? O zaman ki insan bu dünya ile Allah'ın arasında bir nəsə yaranır. Deyirsən ki, bu dünyanı mən tutum, evi yoxdur, sonra bəlkə qayıtdım da o tərəfə. Elə ki bu dünyanı tutandan sonra hər bir fikrin bu dünyaya gedəndən sonra tamamen yaddan çıxır. Allah yaddan çıxır. Yaddan çıxandan sonra da tamam bir vaxt gəlir ki, Əzrail gəlir sənin yanına. İnsan belə olmamalıdır, ayılmalıdır. Bunları deyərək biz tərbiyə götürməliyik elədiklərimizdən və oxuduqlarımızdan. Allahım bizə göstərdiyi bu əməlləri necə edim mən? Əmirəl-müminin kimi olum, əhdimə vəfa qılım, gözəl olum, imtihandan gözəl çıxım. Allah imtihanından gözəl çıxım. Çünkü her bir işin səbəbi var, mahiyyəti var. Bu boşuna bir şey değildir. Mesela Xəndək müharibəsində ne buyurur Hazreti Peygamber aleyhissalatü vesselam? İnsanlar cəmiyyətin arasında deyir, ey insanlar, bu Əmr ibn Əbdəviddir, İslamın düşmənidir. Siz ki mənim tərəfimdə qərar tutmuşsunuz, biz sizin də düşməninizdir. Siz iqrar edirsiniz ki Allahla bir yerdəsiz və Allah üçün namaz qılırsınız. İndi də Allah üçün cihaddasınız. Əmr ibn Əbdəvid İstəyir ki sizin aranızdan biri çıxsın, ondan müharibə etsin. Əgər Əmr ibn Əbdəvid bugün qalib olarsa İslamın sonudur. Çıxın. Çıxın. Sahabələrdən çıxın. Kim çıxdı? Niyə çıxmadılar? İmtihandır, imtihan. İmtihandır. Hazreti Ali aleyhisselam çıxandan sonra Peygamber ne buyurdu? Bugün Müslümanlar, bugün bütün küfürlə, bütün İslam, bütün batille, bütün hak üz-üzə gəlir. Hazreti Ali aleyhisselamın o etiqadın, imanın dərəcəsini gösterdi ki, imanda Allah üçün bu cür olmaq lazımdır. Siz ki iqrar edirsiniz, mənim yanımdasınız, qoşundasınız, deyirsiniz ki bizi hak, ya Peygamber səninləyik, hər zamanda səninlə olarıq, əhdlə bağlamışıq biz Allahla və sən olan, haqq olan Peygamberlə, Qur'an-ı Kerimlə və sizin o əhdiniz harda qaldı? Axı çağırıram, gəlin köməyə, düşmən gəlib qapıya. Siz niyə gəlmirsiniz? Niyə bu cürsünüz, bu cür yanaşırsınız? Onda olan bütün Müslümanların imtihanı ve onların iman yükü ne kadardır? Hazreti Əmirəl-müminin çıxartdı. Dedi, sabah mən elə bir insana bayrağı verəcəyəm ki, Allah ve onun Peygambəri, Resulü onu sevir, o da Allahı ve onun Peygambərini sevir. Səhərə qədər hamı sakit dayandı. İlahi pərverdigarı aləm, görəsən kimdir ki bu qədər məhəbbətlə Allah'ı, haqq olan Peygamber bunu deyir ha, deyir sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah ve onun Peygambəri, Resulü o bəndəni sevir ve o bəndə də Allah'ı ve onun Resulünü sevir. Sabahsı gün hamı gəldi bir nəfərdən başqa. Dedi, bəs Əli hardadır? Dedilər ki, bəs gözləri ağrıyır onun. Çağırın mənim yanım. Gəldi, dua oxudu. Allah'tan onun gözləri üçün şifa dilədi. Və ondan sonra öz əbasın onun belinə, öz zirehin onun belin düşdü. Öz əmmaməsin açdı, onun başına bürüdü. Və dedi ki, bəs bilirsən də qarşındakı kimdir? Dedi, bilirəm ya Resulallah, Əmr ibn Əbdəviddir. Dedi, ya Resulallah, mən də Əliyəm. Mən də Əliyəm. Ondan üzbəüz çıxdı. Üzbəüz çıxandan sonra da qalib gəldi. Amma hər bir addımı da Allah üçün oldu. Əmr ibn Əbdəvid görmürdü, üzünü tutmuşdu Əli aleyhisselam. Dedi, bəs gələn kimdir bu? Hazreti Ali aleyhisselam ayaqla, amma o atın belində gəldi. Dedi, sən kimsən? Tanış etdi ki, bəs mən Əbi Talib oğlu Əliyəm. Dedi, sənin atavı tanıyıram mən. İstəmərəm ki, mənim əlimlə sənin
qanava bulaşsın. İstəmərəm onu. Amma Əli əleyhissalam tarix yazır ki, hər nə qədər meydana qılınc əlində gələndə Əmr ibn Əbdəvidi İslam'a dəvət edirdi, haqqa dəvət edirdi. Dedi ki, ya Əmr ibn Əbdəvid, Allah haqdır, göndərdiyi Qur'an haqdır, göndərdiyi sonuncu peyğəmbər haqdır, yer üzündə bərqərar olan din İslam dinidir. Gəl, pəhləvansan, düş. Hələ qədər gec deyil ki, sən Allahla bağla ginən o əhdivi, bu müşriklərlə, kafirlərlə bağlama, şeytanla bir yerdə olma, Allahla ol, Əmr ibn Əbdəvid. Ha zaman meydana gedəndə, nə zaman? O zaman orada da İslamı təbliğ edirdi. Haqq əmr bi mərufi deyirdi. Və oğul budur, Allah Teala ilə mən ölümə gedirəm. Və bilirəm mənim qabağımda olan nə qədər əzazil bir insandır. Və Peyğəmbər əleyhissalatu vesselam bir gün bundan öncə hər nə qədər İslam qoşununa çağırış etdi ki, sizlərdən biri varmı ki, Əmr ibn Əbdəvidin qabağına çıxsın? Hamı sustu. Əli əleyhissalam Əmr ibn Əbdəvidi tanıyırdı, bilirdi kimdir o. Nə qədər cüssəlidir, nə qədər qüdrət sahibidir, yəni nə qədər güclüdür, pəhləvandır o. O qədər gücü var, qüdrəti var. Yəni şücaətlər göstərmişdi. Amma ona yenə də Allah üçün getdiyi üçün. Baxın, nəfəs Allah üçün alınır. Onların açdığı hər bir göz, haçan ki gözünü açıb Allah üçün açıb. Haçan dil danışıbsa Allah üçün danışıb. Onlar heç zaman başka bir şey için danışmayıblar. Bu dünya için danışmayıblar. Fərq odur. Onların əməli ona görə bizim əməlimizdən fərqlidir. Onların tərəzisi çox ağırdır, çox. Ona görə Əli əleyhissalam meydanda nə dedi? Dedi ki, bəs mən səni İslam'a dəvət edirəm, haqqa dəvət edirəm. Əmr ibn Əbdəvid, atından düş. Gəl bu əməlindən əl çəkkinən. Dedi, sən kimsən? Dedi, mən filanı. Dedi, tanıyıram səni. İstəmərəm ki, mənim qılıncımdan sənin qanını qəltan eləyim. Dedi ki, amma sən ki indi istəmirsən İslamı qəbul eləyəsən, bu cür təhqir eləyirsən İslamı, atından düş, mən sənə göstərərəm nədir. Əmr ibn Əbdəvid qeyzləndi, əsəbləşdi, ondan sonra atından düşdü və öz atının qabaq ayaqlarını kəsdi. Həzrət Əmir əl-Möminin Əli əleyhissalam bunu görəndən sonra ki, at necə çöktü, onun ayaqlarının kəsilməsini görəndən sonra dözmədi. O da bir qılıncla Əmr ibn Əbdəvidin hər iki ayağını kəsdi. Hər iki ayağını kəsdi. Və qalibiyyət, İslam qalibiyyəti, haqqın qalibiyyəti budur. Bu cür olmalı. Bunu sərgiləyiblər bizim üçün. Ki, bəs dost oldun, bu cür dost ol. Allahla dost olmaq bu cürdür. Bunun başka bir yolu yoktur. O ki insanlar tarixdə olublar, zahirən dost olublar Allahla, onların sonraki əməlləri bir üzə verib. Bəzi insanların əksəriyyəti, insanlar arasında, cəmiyyət arasında öz evlərini istəmirlər aşikar olsun. Amma o qədər ki, pəhrizkar yanaşırlar ki, mənim ətrafımda olan çevrəm bilməsin ki, mən nə ilə məşğulam, mənim əxlaqım və tərbiyəm nədir, mən nəyin sahibiyəm, o qədər kaş alimlər buyururlar ki, kaş o pəhrizkarlığı ətrafında olan insanların arasında deyil, Rəbbinin haqq olduğunu, Rəbbinin hər zaman gizlin və aşkarda onu gördüyünü biləydi, ondan pəhriz edərdi, o zaman nicat tapardı. Allah Teala bizim hər birimizi o cür nicat tapanlardan qərar versin inşallah. Bu dünya sınaq dünyasıdır. Hər birimizi Allah Qur'anında buyurur ki, hər birinizi sınaq eləyərəm. Hər birinizi imtihan eləyərəm. Səbr edin, dözün və nicat taparsınız. Allah Teala bizim hər birimizi o nicat tapanlardan və həqiqi yolda olanlardan qərar versin. Muhammed və Ali Muhammed salavat zikr edin. Pərverdigar-ı aləm, bizim ibadətimizi bizdən qəbul eyle. İlahi, bizim dostluğumuzu, o ki sənlə dost olmaq istəyirik, o ki sənin buyurduqlarınla dostluq yaratmaq istəyirik. İlahi, Qur'anınla, Peyğəmbərinlə, Əhl-i Beytinlə, gözəl sahabələrinlə o dostluğun ilahi əbədi olmasında, qiyamət günündə imdadımıza çatmağında sən özün bizə kömək ol. Pərverdigar-ı aləm, əhd haqqında danışdıq. Ya Rəbbim Allah, əhdimizi səndən düzgün bağlamaqda,
Sənin göndərdiyin Qur'an-ı Kərimlə, peyğəmbərlərinlə, əhl-i beytlə, əqidəmizlə, ya Rəbbim Allah, bütün müsəlmanlarla bir yerdə bərabər bir şəkildə, birlik şəklində yaşamağımıza və əhdimizi pozmamaqda bizə kömək ol ki. Pərverdigar-ı aləm, multikultural dəyərlər dedi, yəni birgə yaşayış dedi, ya Rəbbim. O birgə yaşayışda bizə güc ver. İlahi, hər birimizə səbir verginən. İlahi, haqqımızı əda etməkdə bizim yanımızda ol ginən. Pərverdigar-ı aləm, şeytan xislətli insanları, onları bizlərdən və müsəlmanlardan uzaq qərar ver ginən. İlahi, dünyaya əminamanlıq bəxş qərar ver. İlahi, pis niyyətli olan qövmlərin nə ki ürəklərində var, onların ürəyində saxla onları. İlahi, başqa yerlərdə od alov yağır, ya Rəbb. Günahsız insanlar ölürlər, körpə balalar ölürlər, ya Rəbbim Allah. Hər yerdə ki od alov yağır, günahsız insanlar ölür, ya Rəbbim Allah. Sən özün o insanlara, o yerlərə kömək ol ginən. Və sülhün bərqərar olmasında onların yanında ol ginən. İlahi, ümumiyyətlə dünyaya sülh bərqərar ver ginən. İlahi, sənə an verim izzəti və cəlalı və əzəmətimin xatirinə Azərbaycanımızı qoru. Azərbaycanımızda yaşayan bu xalqları sən özün qoru ginən. Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın gün güzaranın yaxşı qərar ver ginən. Ruzilərin bol qərar ver ginən. Müharibə odu ilə bir daha imtihana çəkmə ginən. Ana bacılarımız, körpələrimiz, övladlarımız ağlar qalmasınlar. Ya Rəbbim Allah, İltimas eləyənlər var. Mən dilimlə onları bir-bir deyə bilmirəm. İlahi, istər qürbətdə olsun, qərib yerdə olsun. Onların da hacəti var, onların da istəyi var. Burada eləşənlərin də, Azərbaycan xalqının da, ya Rəbbim Allah, dilimə gətirə bilmədiyim, amma onların zihnində olan nə ki şər'i niyyətlər var, onların həyata keçməsində hər birinə kömək ol ginən. İlahi, sən bizim ölkəmizi qoru ginən. İlahi, sən bizim ordumuzu qoru ginən. İlahi, sən bizim əskər və zabitlərimizi qoru ginən. İlahi, pərverdigar-ı aləm, vətən üçün şəhid olanlarımız var. İlahi, onların məqamı uzadır. Onları peyğəmbərlərlə, Kərbəla şəhidlərindən həmnişin qərar ver ginən. Onların ailələrinə səbir ver ginən. Yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver ginən. Ruzilərin bol qərar ver ginən. Digərlərinə möhtac qərar vermə ginən. İlahi, pərverdigar-ı aləm, evlənmək istəyən qardaşlarımız var, ya Rəbbim. Balalarımız var, ya Rəbbim. Onlar da deyirlər, dilə gəliblər, ilahi. Onların yolunu aç ginən. İlahi, bizim cavanlarımızı xüsusilə də dünya dağılır. Hər cür fəsad günbəgün, saat ba saat, gecə və gündüz çalışılır. Fəsad tərəfə yön alan və fəsadı insanların, cavanlarımızın içinə salanlar var, ya Rəbbim Allah. Onların imkanın əllərindən al. Pərverdigar aləm, sənə an verəm cəlal və izzətin xatirinə cavanlarımıza güc ver ginən. Şeytanı və nəfsi onlara qalib qərar vermə. İlahi, pərverdigar aləm, onları dünyada xəcalətli eləmə. İlahi, qiyamət günündə, ya Rəbbim Allah, bizləri və onları səadətmənd qərar ver ginən. İlahi, sənə an verəm cəlal və izzətin xatirinə bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar ver ginən. İlahi, ya Rəbbim Allah, nə qədər ki dua etdik, burada əyləşənlər, ola bilər onların dediklərini, arzularını mən dilimə gətirmədim. Amma onların dilində nə varsa, onların arzusu var. Hər bir insanın özü üçün, dünyası üçün, ahirəti üçün bir arzusu var, ya Rəbbim Allah. Onların həyata keçməsində hər birinə kömək ol ginən. Muhammed və Ali Muhammed salavatı kitabı.